Bismillahirrahmanirrahim. Elhamdülillah. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Möhtərəm dinləyici, qardaşlar, bacılar, Allah subhanahu wa ta'ala sizlərə xeyir versin, qorusun və hamımızı Allah özünün razı qaldığı işlərə müvəffəq eləsin və bizim günahlarımızı bağışlasın, əfv eləsin, tövbələrimizi qəbul eləsin. Elə yeri gəlmişkən də danışmaq istədiyimiz mövzuda bağışlanma haqqındadır. Allah subhanahu wa ta'aladan bağışlanma diləmək. Bu çox gözəl bir əməldir, çox əzəmətli bir əməldir və əslində Allah Taala'dan bir nemətdir. Bu hissəsini insan bəzən fikirdən çıxarır, lakin alimlər deyirlər ki, konkret olaraq Şeyx Əbdüləziz ibn Bəz, Allah ona rəhmət eləsin, deyir ki, sənin bağışlanma diləməyin əslində bu Allah Taala'dan sənə bir nemətdir və bir müvəffəqiyyətdir. Çünki nə qədər insan var ki, günahlar içərisində boğulur və heç vecinə də deyil. Nəinki tövbə eləmək, bağışlanma diləmək, yəni heç bu ağlına da gəlmir ki, etdiyi əməl pisdir. Əksinə etdiyi əməldə biraz da artırmaq istəyir. Ona görə əslində insan sən günah edirsənsə və günah etdikdən sonra peşmançılıq gəlirsə və Allaha qayıtmaq istəyirsən, deyirsən ki, əstəğfirullah və tövbə ilə, ya Rəbb məni bağışla, günah elədim, mənim tövbəmi qəbul elə. Mən pis bir iş gördüm. Ey Rəbbim məni bağışla. Yəni bu əslində Allah Taala'dan sənə bir nemətdir. Bunu unutma. Və bu əslində müvəffəqiyyətdir. Bu əslində gözəl bir xislətdir. Ona görə bunu tərk eləmə və çalış ki, bu nemət səndə qalsın. Və bu imana dəlalət eləyir. İnsan əgər günah edir və peşmançılıq keçirirsə və tez Allaha qayıtmaq istəyirsə, bu əslində gözəl bir şeydir. İstiğfar, Allah məni bağışla, Allahdan bağışlanma diləyirəm. Bu gözəl, mükəmməl və xoş ətirli, qiymətli, gözəl, möhtəşəm kəlmələr əslində özünə bir neçə xeyri ihtiva edir. Bu həm zikirdir. Sən əstəğfirullah, ey Rəbbim məni bağışla, Allahdan bağışlanma istəyirəm deməklə həm zikr etmiş olursan, vaxtını zikirlə keçirmiş olursan, düzdür? Həm ibadətlə keçirmiş olursan, vaxtını ibadətlə keçir, nə qədər ki, madam ki, əstəğfirullah deyirsən. Həm Allah qarşısında öz təqsiri və etiraf edirsən, ya Rəbb məni bağışla. Sanki deyirsən ki, Allah, mən etiraf edirəm ki, mən lazımınca şükür etmədim. Mən etiraf edirəm ki, mən sənin mənə verdiyin bu boyda nemətlər qarşılığında nankörlük etdim və sənə asi oldum, günah elədim. Lakin bağışla. Yəni, sən bizi bağışlamasan, bizi kim bağışlayar? Əgər sən bizim tövbələrimizi qəbul etməsən, sən bizə rəhm etməsən, sən bizə kömək olmasan, biz həlak olaraq. Ona görə səhər axşam zikirlərində müəyyən bir zikir var. وَلَا تَكِلْنِ إِلَى نَفْسِ طَرْفَةَ عَيْنٍ. Məni öz nəfsimlə bir an belə başla buraxma, fikir ver. Bəzən bizə cahil, savadsız insanlar güya öğüt nəsihət verirlər və ruhlandırırlar və deyirlər ki, özünə güvən, sən bacararsan. Lakin əksinə, insan özünə güvənməməlidir, Allaha güvənməlidir və bilməlidir ki, onun əldə etdiyi hər bir nailiyyət Allah Taala'dandır. Hətta Ərəb ölkələrinin birində məşhur tacirlərdən birisi müsahibə zamanı deyir ki, əgər kimdirsə ki, mən gecə-gündüz çalışdım, bu pulu mən alın tərimlə qazandım, mən qazandım deyirsə, bilin ki, o yalancıdır. Çünki o qazanmayıb, Allah Taala verib ona. Nə qədər insan var ki, ondan da çox çalışır, amma Allah ona vermir. Nə qədər insan var ki, ondan da çox savadlıdır, ondan da gözəl planlar qura bilir, ondan da çox tərtibatlıdır, səliqəlidir, məsuliyyətlidir, amma onun qədər verməyib Allah Taala. Ona görə biz, necə ki, alimlər deyirlər ki, biz qəlbimizdə artıq həmin məsələni yerləşdirməliyik, kökləməliyik ki, öz nəfsimizə yox, Allaha güvənməliyik. Öz güvən yox, Allaha güvən bizi xilas edir. Deməli, bağışlanma diləyəndə bu da faydalardandır ki, sən artıq Allaha etiraf edirsən ki, ey Allah, sən mənə bu boyda nemət verdin və mən nankörlük elədim, lazımca şükür eləmədim, günah elədim, məni bağışla, mən səndən bağışlanma diləyirəm və belə olanda Allah Taala nəinki bağışlayır, əksinə fikir ver, nəinki bağışlayır və məsələ bitir, xeyr, məsələ bitmir, sadəcə bağışlamaqla bitmir, sənin üzərə nemətlər yağdırır, ruzi bərəkət verir və bu barədə inşallah dəlilləri də zikr edəcəyik Allah subhanahu wa ta'alanın köməyi ilə.
Ən birinci ona qayıdaq ki, hədislərdə varid olub ki, qul bir günah etdikdən sonra Allaha dönürsə və deyirsə ki, əstəğfirullah, Allahdan bağışlanma diləyirəm. Ey Rəbbim, məni bağışla, əff elə məni. Elə olanda Allah Teala deyir ki, o bildi ki, onun bağışlayan Rəbbi var və mən onu bağışladım. Və yenə günah eləyir, yenə qayıdır, yenə Allah Teala, təbii ki, hədisi mənaca nəql eləyirəm, Allah Teala onu yenə bağışlayırdı ki, o bildi ki, onun bağışlayan Rəbbi var. Yenə günah eləyir, yenə Allah Teala bağışlayır və artıq müəyyən dəfədən sonra Allah Teala onun barəsində deyir ki, artıq mən onu bağışladım. Yəni, nə istəsə eləsin, nə eləsə də mən onu bağışladım. Təbii ki, bu hədisi doğru başa düşmək lazımdır. Başa düşüləsi tərəf odur ki, insan nə qədər günah eləsə də yenə Allah Teala'ya qayıtsın. 100 dəfə günah eləsə, 100 dəfə də qayıtsın. Yəni, deməsin ki, mən məsələn 10 dəfə günah elədim, artıq Allaha qayıtmağa utanıram. Xeyr, sən davam eləməyə utan. Allaha asilikdə davamiyyətli olmağa utan. Allaha qayıtmağa utanma, çünki Allah Subhanahu wa Ta'ala sən ona qayıdanda Allah sevinir. Sən tövbə eləndə Allah Teala sevinir. Amma sən günahda davam eləyəndə Allah qəzəblənir və sənə bəlalar göndərir. Amma sən dönəndə, Allaha tövbə eləyəndə Allah Subhanahu Ta'ala sevinir və nəinki sənin tövbəvi qəbul eləyir, günahı əff eləyir, bağışlayır, rəhm eləyir. Bunlar hərəsi ayrıca bir nemətdir. Yəni, inşallah Allah Subhanahu Ta'ala müvəffəq eləyər, bunlar haqqında da danışaraq. Rəhm eləməsi ayrıdır, bağışlaması ayrıdır, əff eləməsi ayrıdır. Bunların hərəsinin öz gözəl, incə təfsilatı var, mənası var. Bunlardan əlavə Allah Teala sənə xeyir, bərəkət, ruzi verir. Necə ki, məşhur bu barədə ən məşhur olan ayələrdən Nuh surəsində gələn ayədir. Allah Teala deyir ki, o vaxt ki, Nuh öz qövmünə deyir ki, fəqultu istəğfiru rabbakum. Mən onlara dedim ki, Rəbbinizdən bağışlanma diləyin. İnnehu kana ghaffara. O bağışlayandır. Yursilis səmâə aleykum midrara. Yəni, belə etdikdə Allah Teala sizə səmadan bol-bol yağış, nemətləri endirər və yumdidkum bi əmvalin və bənin və sizə mal, dövlət, oğul, uşaq, övladlar, nəsil, nəcabət verər və yəcəlləkum cənnət və yəcəlləkum ənhara və sizə cənnətlər və çaylar verər. Ona görə alimlər tövsiyə edirlər ki, əgər məsələn evlənmək istəyirsən, işin uzanır, müəyyən bir qız tapa bilmirsən, müvəffəq olmursan, tapırsan, sonra alınmır, yəni evlənməyin çətinləşibsə, əgər borcun varsa, əgər iş axtarırsansa, gözəl bir iş axtarırsansa ki, yəni dini və kömək olsun, din və mane olmasın, xeyirli bir iş axtarırsansa, əgər afiyyət istəyirsənsə, əgər Allahın əzabından qorunmaq istəyirsənsə və digər xeyirlər istəyirsənsə, şərdən qorunmaq istəyirsənsə, deyirlər ki, istiğfar elə. Yəni, əstəğfirullah deyən. Allah-u Teala'dan bağışlanma dilə və bu ayə də göstərir ki, əvəzində Allah nəinki sənin günahlarını bağışlayır, əksinə sənə xeyir, bərəkət, ruzi, nemətlər yağdırır. Hədisdə də bu barədə danışılıb. Allah elçisi sallallahu aleyhi və səlləm deyib ki, kim Allahdan bağışlanma diləməkdə davamiyyətli olarsa, istiğfarda davamiyyətli olarsa, mən ləzəməl istiğfar, Allah Subhanahu Teala onun sıxıntısını aradan qaldırar. Allah Subhanahu Teala onun qəm-qüssəsini, həmin o çətinliyini, fikir çəkirdi, qəm-qüssə çəkirdi, onu həll edir, aradan qaldırar və gözləmədiyi yerdən onu ruziləndirər. Və yarzuqhu min haythu la yahtəsib. Yəni, hesab etmədiyi, hesablamadığı bir yerdən, gözləmədiyi bir yerdən Allah Teala nemət verər. Fikir ver, Allah deyir ki, istiğfar eləsən, sənə nemət verəcək, afiyyət verəcək. Onun elçisi Muhammed Peyğəmbər sallallahu aleyhi və alə alihi və səlləm, o deyir ki, istiğfar eləsən, Allahdan bağışlanma diləsən, Allah Teala bağışlayacaq və sənə nemətlər verəcək. Hesablamadığın, gözləmədiyin yerdən və qəm-qüssə aradan qaldıracaq, çətinliyini, sıxıntı aradan qaldıracaq. Yəni, ən sadiq iki mənbə sənə bunu deyir. Allah və Peyğəmbər sallallahu aleyhi ve sellem. Bunlardan üstünü yoxdur. Yəni, sənə doğru xəbər istəyirsənsə, ən doğru xəbər təbii ki Allahdandır və ən doğru xəbər sonra onun elçisi Peyğəmbər sallallahu aleyhi ve sellemlədir. Allah və onun rəsulu sənə deyirsə ki, istiğfar elə, işlərin düzələcək, nemətlər yağacaq, sıxıntın aradan qalxacaq,
çətinliyin Allah Taala aradan qaldıracaq və gözləmədiyin yerdən sənə bol-bol ruzilər verəcək. Elə isə sən şəkk etmədən, əminliklə istiğfar dilə, Allahdan bağışlanma dilə və xeyir gözlə. Necəkdirlər? Vantadır, və əbşir bil xeyr. Və artıq xeyir gözlə. Yəni, ancaq gözəl şeylər gözlə. Əgər sən vaxtını istiğfarla, zikirlə, bu cür gözəl, möhtəşəm, əzəmətli, mükəmməl bir əməllərlə keçirirsənsə, Allahdan xeyir gözlə. Və həmçinin də son olaraq bunu deyim ki, bağışlanma diləməyin faydalarından birisi də odur ki, əzabdan qorunmadır, əmin-amanlıqdır. Çünki ayədə gəlir ki, Allah Taala Qurani Kərimdə deyir ki, sən onların arasında olduğu müddətcə Allah onlara əzab verən deyildir və bağışlanma dilədikləri müddətcə Allah onlara əzab verən deyildir. Fikir ver, iki deməli məqamda, iki halda Allah Subhanahu wa Taala əzab vermir. Birincisi, əgər müsəlmanların arasında Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləm varsa, Allah onlara əzab vermir və bir də əgər onlar bağışlanma diləyirlərsə. Bizim vaxtımızda təbii ki Muhammed Peyğəmbər yoxdur sallallahu aleyhi və səlləm, vəfat edib, Allahın ona salamı və salavat olsun. Deməli bizdə ikinci fürsət var, o da bağışlanma dilməkdir. Biz bağışlanma dilədikcə Allah Taala əzab verən deyildir. Necə ki bu barədə Qurani Kərimdə deyir. Və Allah kəlamı təbii ki ən sadiq kəlamdır, şəksiz ki orada batil yoxdur, yalan yoxdur. Allah deyibsə deməli elədir, o haqdır. Quran haqdır, Allahın kəlamı haqdır. Bax belə. Və təbii ki, bağışlanma diləmək haqqında, istiğfar haqqında danışdıqdan sonra son olaraq bizim edə biləcəyimiz duadır ki, Allah Taala bizi bağışlasın. Allah Subhanahu Taala dinləyici qardaş və bacıları bağışlasın. Allah Subhanahu Taala bütün müsəlmanları bağışlasın. Allah Taala ölkəmizə xeyir bərəkət versin. Ölkəmizdəki xeyir dəvətinə, İslam dəvətinə, tövhid dəvətinə bərəkət versin. Nəinki bizim ölkəmizdə, bütün müsəlman ölkələrindəki dəvətə bərəkət versin, hər yerdəki dəvətə. Allah Subhanahu Taala ölkə başçımızı qorusun, bütün müsəlman ölkə başçılarını qorusun, onları xeyir işlərə, özünün razı qaldığı işlərə müvəffəq eləsin, onları xeyir işlərə açar eləsin və şər işlərə isə qorunma eləsin. Yəni onların vasitəsilə şərdən qorusun müsəlmanları. Amin. Allah Taala müsəlmanları öz dinlərində savad eləsin ki, şirkdən qorunsunlar, tövhidi bilsinlər, şirkdən qorunsunlar, sünnəni bilsinlər, bidətdən qorunsunlar. Bizim salih sələflərimizin Quran və sünnəni necə başa düşüblərsə, o cür başa düşməsini öyrənsinlər. Amin. Ey Rəbbimiz bizi bağışla, valideynlərimizi bağışla və bütün müsəlman bacı və qardaşlarımızı bağışla. Və bu da yeri gəlmişkən çox gözəl nəsihətdir. Alimlər tövsiyə edirlər. Çünki hədislərdə də varid olub. Yəni kim özündən əlavə müsəlman bacı və qardaşları üçün, təbii ki, valideynləri üçün və digər bütün müsəlman bacı və qardaşları üçün bağışlanma diləyirsə, onların hər birinə görə ona savab yazılır. Həmçinin hədisdə də gəlib ki, kişi öz qardaşı üçün dua etdikcə, yəni mələklər də onun üçün dua edirlər. Və ona görə bəzi sələflər özü üçün bir şey istəyəndə qardaşı üçün istəyirdi. Çünki bilir ki, qardaşı üçün istəyəndə, müsəlman qardaşı üçün istəyəndə mələklər də onun üçün istəyirlər. Bu da bir yəni üslubdur, istifadə ediblər bizim sələflərimiz. Allah həmd olsun ki, müvəffəq elədi. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Subhanəkəllahumma və bihəmdik. Əşhədu ən la iləhə illə əntə əstəğfiruk və ətubu iləyik.